Herkese salam kanalıma ve yeni vloguma her biriniz hoş gəlmisiniz. Sizler için maraqlı bir vlog çəkmişəm. Ümidvaram ki beğenirsiniz. Kim hələ də abunə deyilsə abunə olun və mütləq like koymağı unutmayın. Sizə xoş izləmələr. Çayınızı, kofenizi götürün və oturun vlogumuzu izləmək için. Deməli, herkese bir daha salam. Bəhimdəyəm. Alinka üçün burada sıyıq düzəldirəm. Kindəmin sıyığı da burada da sudur. 70 dərəcə. Kaşalar bu dərəcə ilə bişir. Sonra özümə çay süzdüm və burada blinçik eləyəcəm. Resepti də sizinlə indi bölüşəcəm. Bir də Alinka üçün vitamin D verirəm hələ ki. İndi bir aydan sonra istəyirəm gedim analizləri verim yenidən, görüm nəyi çatır, hansı vitamin, mineral çatır, hansı isə yox və onları həkimlə məsləhətləşib vermək istəyirəm. Çünki bəlkə nəyisə hansısa vitamini çatmır, bilmək istəyirəm, onda ancaq analiz göstərə bilər. Hələ ki bu Akiyan vitamin D 400'lük bundan verirəm, hələ ki var. Daha sərfəli, trendi olan sifariş verə bilərsiniz. Mən buradan 20 manata yaxın olar. 18 yoxsa 20 manat arasıdır qiyməti. Həm ki Aylin yumurtanı da yesin. Yumurta qaynatmışam. Sonra sıyıq verəcəm ona. Özüm də gedib blinçikləri bişirəcəm axır ki. Bir de Azza'dan böyle bir cim aldım. Onun da adına bakacağıq indi. Açıp göstereceğim size de. Bir de kızlar, bu xəmiri, birinci xəmirini gözlədirik hardasa 10-15 dəqiqə ki, un biraz şişsin. Və sonra qoyuruq qızmağa bizim qəşən tavamızı. İlk dəfə onu biraz yağlayırıq, ondan sonra yağlamırıq.
qızartmadım qızlar. Siz daha da çox qızarda bilərsiniz. Deməli, gəlin bunun dadına baxaq. Bu cemdən istifadə etmək istəyirəm. Və sizə deyəcəm necə alındı. Aynen sağ olsun, arxa fonda evləri dağıdır. Təqsirdə. Şimdi bunun dadına baxacağıq. Və kısaca bu gilə meyvəli cəmlərdir. Robisindən də götürmüşəm. O şeyləndir. Çiyərəklə, persiklə falan. Qalan brinçiklərini də gətirim. Göstərim sizə. Ardasa 10-11 ədəd belə alınır. Bəlkə sizdə çox alına bilər. Çünki məndə tava brinçik tavası deyil ona görə. Amma yenə də çox qəşəng reseptdir bu. Sınaya bilərsiniz. Biraz da qəşəng qızarda bilərsiniz. Məndə necə xoşlayırsınız, elə də eləyin. Mən belə xoşlayıram, açıq rəngdə. Gedim o bir brinçiklərimi də gətirim. Şu qızlar, brinçiklərim hazırdır. Çayda, yəni bəlkə çayda içmədim heç onu. Burada da belə brinçikləri də görə bilərsiniz. Yarısı bəlkə də belə cırıq görsənə bilər. Belə görürsünüz, deşiklidir. Amma xoşuma gəlir. İndi tadına baxacağım. Siz də hazırlasa sizə öncədən nuş olsun. Позови, да ее. Алиса, Скажи, включи мне колобок. колобок. Скажи, Алиса. Позови ее. Алиса, колобок. Так и сделаю, но сначала нужно оформить подписку плюс. Купить ее можно в приложении. Dadına baxdım. Qızlar, bu möhtəşəm ikilidir. Yəni bu cemlə bu brinçiklər çox ləzzətlidirlər. Azzadan ala bilərsiniz. Çox qəşəngdir. Başqa növləri də var. Bunu da yığışdıracağım, indi qurudacağım. Yeməyim də hazırdır. Qaldı buranı qurutmaq. Bütün qabları qurudum. Moykamın da içini təmizləyim. Adətən siflə ya da o təzə por çözlə təmizləyəcəm içini. Çünki belə saralıb pis gündədir. Испекла бабка колобок. Kolobok? Aynen yemeği yer. Kolobok qoşmuşam onun üçün. Özüm də baxıram. Maraqlı multikdir. YouTube'da kolobok yazın, rus dilində çıxacaq. Əgər maraqlıdırsa. Orada cürbəcür belə Rus multikidir. Hay can, ne oldu? Ye. Nyam nyam elə. Sup eləmişəm onun üçün, şorba. Ne oldu? Kusi. Joy. Am eləm. Ətlə belə şorbadır. Brokoli də attım içinə. Pirlovu da var burada. Ha, ne oldu? Keyfi yox demiş, o yanında belə eləyir. İndi nazını çəkəcəm, birazdan da yiyəcək. Saç rutinim sadədir. Yəni saç yuma prosesi. Şampunla 2 dəfə yuyub yaxalayıram saçımı. Ondan sonra balzam. Saçlarım xanımlar yenə tökülməyə başlayıb və bu yaxın zamanda analiz vermək istəyirəm. Yəqin ki, hansısa vitamin və ya mineral çatışmamazlığıdır. Çünki hamiləlikdən sonra dəhşət tökülürdü. Bir ara dayandı, rahatladım. İndi isə yenidən başladı. Görək necə olacaq. İndi hələ yaxşı şampun axtarışındayım və dedim bu Dr. Sante'nin keratin kollagen şampununu yoxlayım alım. Bütün məhsulları, yəni balzamdır, şampundur, ara supermarketdən almışam. Balzamı da yeni keşf eləmişəm. Görsəz alın. Qoxusu mükəmməldir və saçların uclarını çox yumşaq edir. Məncə alsaz, yanılmarsınız, bəyənəcəksiniz. Buradakı balaca xanım da gəldi görməyə ki, anası nə işlər görür. Saçlarımın tepi yağlıdır, ucları isə çox nazikdir və qurudur. Bilmirəm, yəqin genetikdir. Maraqlı, mənimlə bir fakt paylaşmaq istəyirəm. Aylin yaşında olanda, bəlkə də daha da balaca Aylindən anam məni keçəl eləmişdi. Amma mən Aylinin saçlarını heç kəsmədim və heç peşman deyiləm. Mən əslində inanmıram ki, saçları keçəl edəndən sonra saç daha da qalın olar. Bəlkə bu məncə genetik sayıla bilər. Belə indi anama da baxıram, ümumiyyətcə onun şəkillərinə, cavanlıq şəkillərinə. Orada bütün hər yerdə saçı çox nazik, mənimkinə oxşardı. Eybi yoxdur, məncə nazik olsun, fərqi yoxdur, əsas sağlam saçlar olsun.
Bu yeni şampundur. Dr. Santen keratin kollagen olan şampununu aldım. Əslində bu mənim üçün bu şampun məndə dermatit olduğuna görə bu elə də məsləhət görülmür. Sadəcə indi bunu tapdım əlimin altında götürdüm. Hələ ki bundan istifadə edeyim. Ona görə ki bu şampun elə də aqressiv bir şampun deyil. Yəni sulfat, paraben, silikon kimi bir şeylər istifadə etməmək lazımdır mənim üçün. Çünki təkrar dermatiti, yəni çıxarda bilər. Əslində bunları mən həftədə 2 və 3 dəfə yuyuram. Qalanı isə nizaralla yuyuram. İndi o şampunu da göstərəcəm sizə. O müalicəvi şampundur. Amma bunu bəyəndim. Hələ ki birinci dəfədə istifadə edirəm. Yumuşaq elədi saçımı görək. Ondan sonra razdrajeniya verəcək yoxsa yox. Saçın qaşınma kimi kəpək yaratsa, ona görə bundan istifadə eləməyəcəm daha. İndi görək. Bundan bir həftə davam edeyim, baxacam. Bunu istifadə edirdim Natura Siberica, amma əslində bu da təmiz tərkibli bir şampun deyil. Əslində mənə ChatGPT məsləhət görür ki, Ivroşen şampunlarını məsləhət görür. Ivroşe bəlkə istifadə eləmisiniz. Yazın mənə qızlar, hansı sulfatsız, parabensiz və sair kimi bir şeylərdən olmayaraq tərkibində hansından istifadə edirsiniz. Bəlkə mənə də məsləhət olar. Bu balzam möhtəşəmdir. Bilmirəm, bunun qoxusuna baxdım Araz marketdə. Çox bəyəndim. Görürsünüz, burada da quru saçlar üçündür. Götürürsünüz onu, tətbiq edirsiniz. Nəm saçlara mütləq 1-2 dəqiqə. Amma elə bir ki, dibdən yox. Ancaq aşağılarına. İndi bayaq saçımı yuyurdum, göstərdim sizə də. Bu möhtəşəmdir. Bunu harda görsəz alın. Qiyməti də 6-7 manat idi, səhv eləmirəmsə. Qızlar, bunu istifadə eləmişdim. Bu kondisionerdir saç üçün. Bu da yaxşıdır, pis deyil. Yəni qiymətinə görə uyğundur. Bəlkə bundan yaxşıları da var. Amma bunu bəyəndim. Yəni bir də ala bilərəm bundan. Çünki bu da bitib artıq. Həmin o mənə kömək olan müalicəvi şampun. Dermatiti apardı. Bu da bitdi. Yenisini alacağım. Çünki bundan da istifadə edirəm. Həftədə 1-2 dəfə. Yəni başqa şampundan növbə-növbə istifadə edirəm. Belə olur ki, bir dəfə bunu istifadə edirəm. Ancaq balzam vururam. Qalan günlər isə bu Dr. Sante'dan istifadə edəcəm. Həm qızlar yazmışdı ki, mənə bu həm bədən səpkilərində aparır. Geri olaraq da bu vanilla qoxusunu götürdüm. Əslində mən başqasını bəyənmişdim, amma onu gələn səfər götürəcəm. Hələ ki bu Le Petit Marselyen olan vanilla qoxusu ilə götürdüm. Bu da Arazdan almışam. Qoxusu çox gözəl idi deyə götürdüm. Gələn səfər nə götürəcəm, onları da sizinlə paylaşacağam. Sprey olaraq da hələ ki bu Laşadina Sila'dan istifadə edirəm. Sizə deyim ki, çox da bəyənmədim bunu, amma bitirməliyəm ki, tələsinə alım. Onu da yenə alsam, hansını alacağım? Başqasını alaram yəqin ki. Burada bütün saçlar üçün, bütün tip saçlar üçün tutulub. Mən bunu fəndən istifadə edəndə bundan istifadə edirəm ki, saçımı çox da yandırmasın. Bizim xanımların da işi bitmir ki, bitmir. Bilirəm ki, siz də bəlkə mənim qədər ya da məndən çox iş görürsünüz. Sadəcə bunu kameraya çəkmirsiniz. Hər birimizin işi çətindir. Əslində mən həzz alıram vlog çəkəndə, amma bir tərəfi var ki, oturub bu vlogu montaj eləmək. Mövzu axtarırsan, bilmirsən nədən danışarsan ki, sənin vloqlarına baxan həmin o izləyici sıxılmasın. Mən çalışıram ki, həm faydalı olsun sizlər üçün, həm günümün necə keçdiyi sizlərlə paylaşım. Elə də çox kadr çəkə bilmirəm. Elə olur ki, nəysə tələsi edirəm və həmin dəqiqə video yadımdan çıxır. Başım qarışır. Siz də hansısa bir maraqlı mövzunu istəyirsiniz, səsləndirim, reydə öz fikirlərinizi bildirə bilərsiniz. Hər birinizin reyi mənim üçün çox vacibdir. Sizdə gələn mesajları yoldaşıma da göstərirəm. Deyirəm ki, bax ki, məni tanımayan, real həyatda yəni deyək, insanlar, gözəl, qəlbli insanlar gör necə gözəl reylər yazırlar. Çox sağ olun ki, varsınız. Çox sağ olun ki, mənimləsiz. Aycan, idu balam. Сейчас, солнышко. Burada qaldı.
Papisekdə moykanın için təmizləyə bilmirəm. İnşallah ki, Alin yatandan sonra əlim buna gələr. İndirvari yığışdırdım deməli mətbəximi. İndi Alinkanın bezini, indi Alinkanın bambu bezini götürürəm. Sonra bübşin yuduzdurmaq üçün vasitəni də götürürəm. Bu arada dermatit başlayıb Alində, ayaqlarında. Biaderman bu Ataderm intensiv balm. Bundan istifadə edirəm. Artıq az qalıb, yarısını işlətmişəm. Çünki sifətində var idi, yanağında dermatit. Kimin uşağında dermatit problemi varsa, bundan alın. Çox qəşəng bir məhsuldur bu. Biz də gərək bezimizi dəyişək. Axşam rutinimiz başlayır. Bezini dəyişim, qayıdıram. Bizim ailen 2 gündür ki 2-3 yaş arası krizisdə girib asta-asta. Yox deyəndə ağlayır. Nəysə deyirsən ki eləmə, yox deyirsən, elə bil götürür acığı başlayır eləməyə. Bir sözlə dəcəl olub. Bu 2 gün ərzində xanımlar, valeriyankanı çayın, suyun əvəzinə içirəm. Əsəbləşirəm üstünə, qışqırıram, bütün stres aparıb mənim. Amma belə maraqlı Instagramda bir post tapmışam. İndi onu sizlər üçün də burada ifadə edəcəm. Bəlkə siz də indi bu dəqiqə uşaqlarınızın krizisləri ilə yaşayırsınız, bilmirsiniz nə edəsiniz, bəlkə sizə köməyim oldu. Ki Instagramda izləyirsiniz məni, oxumusunuz. 2-3 yaş arası dövründə ərköyünlük deyil, inkişaf əlaməti olan davranışlar. Hər şeyə yox demək, paylaşmaq istəməmək. Bu dövrdə uşaqlar müstəqillik hissini kəşf edir. Mən deməyi öyrənirlər. Bu, inadkarlıq deyil, öz sərhədlərini anlama prosesidir. Ağlama və qəzab partlayışları, yəni tantrumlar. Uşaq duyğularını sözlə ifadə edə bilmədiyi üçün ağlayaraq göstərir. Bu, emosional tənzimləmə bacarığının hələ formalaşmadığını göstərir. Daim diqqət istəmək. Anasından, atasından ayrılmaq istəməmək, tək oynamamaq, ağlanma ehtiyacının təbii göstəricisidir. Bu mərhələ keçicidir. Əşyaları atmaq, vurmaq kimi davranışlar. Bunlar uşağın emosiyalarını idarə etməyi öyrənmədiyi üçün baş verir. Sakit və sabit reaksiya göstərmək ən doğru yanaşmadır. Yuxu və yemək rutinlərə qarşı çıxmaq. Bu yaşda nəzarət hissi önəmlidir. Uşaqlar bəzən sadəcə öz qərarlarını vermək istəyirlər. Səbirli və ardıcıl davranmaq kömək edəcək. Son olaraq unutmayaq, 2-3 yaş arası dövrü krizi inkişaf mərhələsidir və müvəqqəti çətinlikdir. Doğru yanaşma ilə bu mərhələ həm uşaq, həm də valideyn üçün daha asan keçə bilər. İnanırsınız ki, bunu oxudum, paylaşdım və rahatladım. Uşaq böyütmək doğrudan da çox bir çətin və məsuliyyətli bir işdir. Uşaqla elə bil ki, uşaq böyüyəndə sən də onunla yenidən böyüyürsən. Daha da məsuliyyətli olursan, bütün işləri çatdırırsan uşaqla. İstəyirsən ki, onu öyrədəsən, bunu öyrədəsən. Hər bir iş bu bir çətinlik işidir, amma düzdür, səbr eləyəndə bu iş rahat keçir. Burada da sağ olsun Alin bu mətbəxi almışdıq, yadınızdadır. İçinə kivi doldurub, mandarin doldurub, hamısı çürüyüb qalıb orada. Bütün oyuncaqlarını dağıdıb içinə, hamısı şirədir, su var orada, nə bilim. İstədiyiniz və istəmədiyiniz hər bir şeyi bu mətbəxin içində tapa bilərsiniz. Ona görə bütün oradakı oyuncaqları çıxartdım, vannanın içinə doldurdum və başladım bu şirəni təmizləməyə. Qızımın rahatçılığından istəyirəm. Mən orada nəsə təmizləyərkən, o da orada multika baxır. Помогайте мне. Все в воде. Чеки. Çekil bura.
Постарайся, на. Иди готовь. Иди готовь. На сковородку положи туда. На еще. Yuskda artıq Jingle Bells məsələsidir. Yeni ilə heç nə qalmayıb. Yeni il məhsulları gəlib Yuska, gedib baxa bilərsiniz. Dekabrda da Alinkamın 2 yaşı tamam olacaq inşallah. Vaxt uçur əslində. Ondan sonra Dekaliv mağazasına da üz tutduq. Anam gəlmişdi bizə. Biz isə yoldaşımla çıxdıq evdən ki alış-veriş eləyək. Azzaya da göz tutduq və sevimli Araz supermarketimizə. Bu yağışlı havada adam ancaq gəzmək istəyir və ya yatmaq istəyir. Mən isə gəzməyi seçdim. Pizza pal. Возьми оттуда, да? Alin yatandan sonra mənə bir enerji gəldi ki, payız bu havasına bir keks bişirim. Resepti sabitləyəcəm, narahat olmayın, çox ləzzətli alınıb, amma mən bir səhv elədim. Apelsini və greypfrutu gərək qabığını təmizləməli idim. Siz təmizləyin, yoxsa yeyəndə problem olacaq. Amma belə qabıqlı, çox gözəl, estetik görsənirdi, amma yemək olmurdum. Yəni əslində bütün yeyilib bu piroq, keks. Yoldaşım çox bəyəndi bunu. Turşuluğu heç yox idi, şirin idi. Yəqin ki, portağal şirin olduğuna görə. Və xanımlar, əziz izləyicilərim, resepti dediyim kimi sabitləyəcəm. Oradan baxa bilərsiniz. Nə qədər hansı ingredient, nə miqdarda lazım olacaq. Sizə isə xoş izləmələr.
Həmişəki kimi mən də serialımı qoşdum, keksimi götürdüm, çayımı süzdüm və oturdum dincəlməyə. Çox sağ olun ki, bu vlogu izləmisiniz. İstədim sizinlə də bir sağollaşım. Hələlik əzizlərim, gələn vlogda görüşənədək.